2025-ci il Almaniyanın Ukrayna siyasətində əhəmiyyətli dərəcədə dəyişikliklə yadda qaldı. 2 illik rekord silah ixracından sonra bu il Berlinin Kiyevə hərbi texnika və silah ixracı kəskin dərəcədə azalıb. Bu barədə Almaniyanın Spiegel nəşri məlumat yayıb. Xəbər fonunda Almaniya kansleri ilə Ukrayna prezidenti arasında telefon danışığı da olub. Almaniyadan xüsusi müxbirimiz Günay Məmmədova efirimizə qoşulub. Günay, siz də salamlayırıq. Berlinin Ukrayna siyasəti dəyişibmi doğrudan da? Almaniyanın Ukraynaya dair siyasətinin dəyişdiyini deməzdim. Bəli, statistika bunu göstərsə də rəsmi Berlin də bunu təqzib eləyir. Yeri gəlmişkən Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniya kansleri Merz ilə telefon danışığında da Ukraynaya yardım məsələsinin müzakirə olunduğu ehtimal olunur. Rəsmi məlumatlarda isə deyilir ki, siyasətçilər Mar-a-Lagoda keçirilən Trump-Zelenski danışıqlarının nəticələrini, həmçinin Vladimir Putinin iqamətgahına hücumla bağlı Rusiya hakimiyyətinin yaydığı məlumatları müzakirə ediblər. Bundan başqa Zelenski Merzə Trumpla danışıqlar zamanı müəyyənləşdirilən əsas məqamlar və əsas məsələlər barədə məlumat verib. Ukrayna prezidenti həmçinin məsləhətlərə və daimi koordinasiyaya görə Almaniya Federativ Respublikasının kanslerinə öz təşəkkürünü ifadə eləyib. Və qeyd edeyim ki, elə bu danışıqlar fonunda Almaniyanın xüsusilə Ukraynaya silah ixracının 2025-ci ildə əhəmiyyətli dərəcədə azaldığı məlum oldu. 2 ildən sonra bu il Almaniya silahlarının ixracına verilən lisenziyaların sayı kəskin şəkildə azalıb. Bu barədə Almaniyanın Spiegel nəşri məlumat verib və nəşrin yazdığına görə Federal İqtisadiyyat və Energetika Nazirliyinin Sol Partiyasının sorğusuna verdiyi cavaba əsasən Almaniya hökuməti 1 yanvar 8 dekabr 2025-ci il tarixləri arasında ümumilikdə 8,5 milyard avro dəyərində silah və digər hərbi texnikanın ixracına icazə verib. Əvvəlki 2 ildə təsdiqlənmiş ixrac lisenziyalarının həcmi isə rekord səviyyəyə çatıb. 2024-cü ildə 13 milyard avro, 2023-cü ildə isə 12 milyard avro. Rəsmi Berlin bu xəbərlərə artıq münasibət bildirib. Almaniya Federal Hökumətinin mətbuat katibinin müavini Sebastian Hilfe sadəcə deyir ki, Avropa Şurasının iclasında dövlət və hökumət başçılar tərəfindən razılaşdırılmış 90 milyard avro məbləğində kredit hesabına Ukrayna növbəti 2 il üçün maliyyə dəstəyi ilə təmin olunacaq. Bəli, söhbət bir-birinə zidd görünən paralel proseslərdən gedir. Bir tərəfdən Almaniya rəsmi şəkildə Ukraynaya göstərilən siyasi, maliyyə və strateji dəstəyin davam etdiyini və tərəfdaşlarla, o cümlədən Kiyevin Vaşinqtonla apardığı danışıqlar fonunda koordinasiya olunduğunu təsdiqləyir. Məhz bu kontekstdə Berlin Avropa İttifaqı səviyyəsində razılaşdırılmış kreditin əhəmiyyətini vurğulayır və bunu Moskvaya təzyiq siqnalı kimi dəyərləndirir. Digər tərəfdən isə statistika 2025-ci ildə Almaniya silahlarının ixracına dair yeni lisenziyanın 2 il, deməli əvvəlki 2 il rekord müqayisədə kəskin şəkildə azaldığını açıq şəkildə göstərir. Və bu ziddiyyət Almaniyanın siyasi bəyanatları ilə praktik qərarları arasında yaranan balans axtarışının nə dərəcədə mürəkkəb olduğunu ortaya qoyur. Çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür edirik Günay.